kişilərdə cinsi zəifliyi, cinsi həvəssizliyi, sperma miqdarının həcm olaraq miqdarının azalmasının və spermanın faiz və aktivliyinin, hüceyrələrin sayının azalmasının, həmçinin kişilərdə süd vəzninin böyüməsi və cinsi həvəssizliyin əsas səbəblərindən biri olan prolaktin hormonunun miqdarının artmasını danışacağıq. Kişilərdə prolaktin hormonu qadınlarda da olduğu kimi baş beyində yerləşən hipofiz vəzisi tərəfindən ifraz olunur. Gündəlik prolaktin hormonunun miqdarı adətən 20 nanoqram millilitri keçmir. Buna baxmayaraq müxtəlif hallar vardır ki, patoloji və ya fizioloji kişilərdə prolaktin hormonunun miqdarını artıra bilər. Və prolaktin hormonunun miqdarı artdıqda cinsi funksiyanın pozulması, cinsi fəaliyyətin pozulması, sperma miqdarının aşağı düşməsi, cinsi həvəssizlik, sonsuzluq, halsızlıq, yorğunluq kimi hallar baş verə bilər. Həmçinin də kişilərdə süd vəzninin qadın tip böyüməsi və ya süd vəzninin sallanması baş verə bilər. Bəzi hallarda, çox az hallarda da olsa, hətta kişilərdə süd vəznisindən müəyyən ifrazatın olması da əmələ gələ bilər. Ümumiyyətlə, bilməlisiniz ki, prolaktin hormonu kişilərdə insanı ekstremal vəziyyətə adaptasiya olmasını, sperma funksiyasının və spermatogenez, yəni sperma hüceyrələrinin əmələ gəlməsini kontrol edən bir hormondur. Amma onun miqdarının artması və artıq ifraz olunması hər hansı bir səbəbdən patoloji və ya fizioloji müxtəlif problemlərə gətirə bilər. Bununla bərabər prolaktin hormonunun qalxmasının bir neçə səbəbi var. Adətən fizioloji və patoloji olaraq iki ilə bölünür. Bilməlisiniz ki, yuxusuzluq, stres, gecə yuxu ritminin pozulması, spirtli içkilər, siqaret, müxtəlif dərman maddələri və psixotrop maddələr, antidepresantlar və narkotik maddələr, aşırı fiziki yüklənmə, yəni aşırı fiziki iş və ya həddən artıq oturaq həyat tərzi, çox miqdarda zülal və karbohidrat və ya yağlı maddələrin çox miqdarda qəbulu, stres, yorğunluq, bu kimi hallar prolaktin hormonunun miqdarının artmasına, bu da öz növbəsində cinsi funksiyanın pozulmasına, sperma miqdarının pozulmasına, spermanın əmələ gəlməsini və hüceyrələrin yaranmasının pozulmasına gətirib çıxarda bilər. Ona görə bu problemlər sizdə olmaması üçün yuxu rejiminiz qaydasında olmalıdır. Stres, yorğunluqdan bacardığınız qədər uzaq durmalısınız və çalışmalısınız ki, qidalanma rejimi sizin gündəlik tələbatınızdan artıq olmasın. Yəni piylənmə və bədəndə maddələrin pozulması baş verməsin. Sağ olun, sağlıqla qalın.